Bacı, siz Füzuli rayonundan bəri gəlmisiniz ki, saçınızı düzəltdirməyə. Özdə gündə də bir dənə salona gedirsiniz. Bütün Bakının mənəm deyən ustaların hamısını tanıyırsınız. Başa dönüm, qadalım. Bir söz deyəcəm sizə. Siz yəni belə boş bekar adamsınız, yoxsa işiniz gücünüz yoxdur sizin? Allaha and olsun, oturandan durana kimi onun yanında olduq, bunun yanında olduq, bunun yanında, bunun yanında. Siz nətər üsbət elədiniz? Bu Füzuli rayonundan bəyənə gəlib, bütün salonları gəzmək. Mən başa düşə bilmədim. Siz Füzulidə yaşayırsınız, yoxsa Bakıda yaşayırsınız? Hələ tuta bilmədim sizi. Demək, oturandan durana kimi də bir dənə saç göstərir ki, Nərman usta, saçımı belə istəyirəm. Kəsimini də, rəngini də belə istəyirəm. Demək, saçın rəngini dəyişmişik, kəsimini eləmişik, uxlatkasını eləyəndə tam qutarandan sonra qız qaydasan arxadan belə deyəsən, bax. Xanımın qızı deyəsən ki, Nərman usta, mənim mamam bu rəngi istəmirdi, sən mənim mamamın saçını niyə bu rəng elədin? Dedim, bu rəngi xanım istəmirdisə niyə mənə bu rəngi göstərdi ki, mən başa düşənmədim. Xanım mənə nə rəng göstərib, nə kəsimi göstərib, Allah haqqı birə-birini eləmişim. Bax, Quran and olsun. Adam dolamısınız.